saqqız kimi. Bəlkə biraz da iris konfeti o necə çeynəyəndə yapışırdı ya dişə. Bax, elə bir təəssürat yaradır adamın ağzında. Ama düşünürəm ki, bunu bəlkə çayla içsək, çay bunu yumuşaldar. Mən hazırda bunu çaysız istifadə edirəm. Tək özünü dadıram ki, görüm necə bir məhsuldur da. İndi bunun birini verirəm iş yoldaşlarımdan birinə. Bir də bunun dadına bax. Tural, bir də bunun dadına bax. Siyavuş bəy, bir də bunun dadına bax. Xanım, bir də bunun dadına bax. Hörmətli izləyicilər, əziz dostlar, mən iş yoldaşlarımın hər birinə təqdim elədim.